Allahın adı. Qismət Məsimoğlu, can, öpürəm səni. Gözəl ağdaşımızın Qaradeyin kəndi, salamlayıram bizim Qaradeyin kəndimizi. Bax, Namik oğlu Totu, öpürəm gözəl samığımızı, bizim gözəl samığımızı salamlayıram. Hə, Qismət bala ev tapşırığı da, eləmi? İkinci ev tapşırığı da. Ev tapşırığı harda hazırlanır? Evdə. Amma Elibala məktəbində bu. Yəni burada da olmalıdır. Ya Allahın adı, söz səndə. Sağ ola, Qismət bala, öpürəm səni. Totu bala, söz səndə. Ya Allahın adı. Totu, Qismət, sağ ol. Ay maşallah. Allah sizləri var eləsin. Allah sizlərin sənət yolunu işıqlı, nurlu, urzulu, bərəkətli eləsin. Xatadan, baladan, mərdim, azardan, namərtdən uzaq olun. Amin. İlahi, amin. Elibala məktəbini, yəni bugünkü günü yaşadanlar sizlərsiniz. Yəni yaşatdılar, getdilər. Allah canlarına sağlıq versin. Onlar amma bugünkü günü fakt. Yəni göz qabağındadır. Əl işinizlə Elibala məktəbini daha da işıqlandırırsınız, daha da nurlandırırsınız. Eldəniz müəllimi yaşayış yeri Gəncə şəhəri iş yerimiz Dəmir Yolçular Mədəniyyət Sarayının qapısı.
xalqımın ballarının üzünə açıqdır. Biz hazırıq qəbul edək. Nəyi biliriksə də tələbələrlə paylaşaq. İndi qismət bala o statusda çaldığından bir dənəsini çaldığına. Toto buyur, söz səndə. Toto qismət qardaşları, var olun, öpürəm sizi. Nə istədim, ritmdən aldım. Bütün versiyaların hamısında çaldınız. Allah saxlasın sizi, amin.